daxili həmişə bir boşluqlar olur, həmişə qəlblərində bir ağrı olur. Hərtərəfli manipulyasiya ilə bunu sizə göstərəcək və hiss etdirəcək ki, mən dəli olmamışam ki, mən havalanmamışam ki. O güclü manipulyasiyalardan çıxmaq çox çətin olur. Ona 10 sual podkastında hər birinizi xoş gördük. Bugünkü podkastımızın qonağı psixoloq xanım Abdullayevadır. Xanım xoş gəldiniz. Təşəkkür edirəm İbrahim bəy. Çox sağ olun. Bugünkü bizim mövzumuz insanlar arası, ailələr arası daha doğrusu münasibətlərlə bağlıdır. Cütlüklər arası psixoloji problemlərlə bağlıdır. Bu mövzu nəyə görə bu qədər aktualdır cəmiyyətdə? Təşəkkür edirəm İbrahim bəy. Bəli, ümumiyyətlə münasibətlər bütün dünya üzərində qlobal bir mövzudur. Həmişə hər zaman aktuallığını qoruyur. Və Azərbaycanda da son illər ərzində boşanmalar bildiyiniz kimi çox artıb və artıq dünya ölkələri arasında belə ön sıralarda yerini tutur. Bu həqiqətən ciddi bir siqnaldır. Bunun bir çox səbəbləri ola bilər və bu gün də biz elə danışacağıq ki, bunun qarşısını necə alaq və nələr edilməlidir. Mən bildiyiniz kimi ailələr, cütlüklərlə işləyirəm uzun illər ərzində və seanslarımda cütlüklərdə ən çox bunu müşahidə etmişəm. Təsəvvür edin, insan 10 ildir, məsəl üçün 20 il, hətta 15 il bir yerdədir. Bir yerdə gəzir, yeyirlər, içirlər, yəni bir-birlərini çox yaxşı tanıyırlar. Amma onlar həqiqətən bir-birlərlə tanış olurlar o seans otağında. Məsələn, ən adi bir sual verəndə ki, məsəl üçün qarşı tərəf sənin həyat yoldaşın 3 əsas gözləntisi nədir? Bu sualı cevablaya bilmir. Və yaxud da daha növbəti bir sualda ki, yəni sənin yoldaşını nə xoşbəxt edir? Bu suala belə cavab verə bilmirlər. Çox təəssüf ki, bizdə cütlüklər bir-birlərini yaxşı tanımır, gözləntilərini yaxşı bilmir. Mən deyərdim ki, problemlərin yaranmasının ən böyük səbəbi gözləntilərin üst-üstə düşməməsi, bunlar haqqında danışmamaqdır. Amma bunlar həll olunub danışıldıqda, dediyim kimi, şəxslər terapiyada bir-birlərini daha yaxşı tanıyır və ondan sonra artıq ona uyğun ortaq çalışır. Yəni bu münasibətlər elə bir mövzudur ki, burada 50-nin 50 deyə düşünürəm. Yəni qarşılıqlı hər iki tərəf müəyyən addımlar atmalıdır. Ailədə ortaq nöqtələri haqqında danışdınız. Bəs bu ortaq nöqtələr hansı dövrdə tapılmalıdır? Yəni nişan dövründəmi, yoxsa bundan əvvəlki dövrdəmi, yoxsa artıq ailə həyatı qurduqdan sonra mı? Aydındır. Təbii ki, daha öncəsindən biz deyirik ki, ilkin tanışlıq dövründə minimum 3 ay olmalıdır. Yəni 90 gün qanunumuz var. 90 gün qanununa görə insanlar bir-birini daha yaxşı tanıyır. 3 ay müddətində hər hansısa bir hissdən, sevgidən söhbət gedə bilməz. İlk 3 ay tanışlıq bir dövrüdür. Bax, məsələ bu dövrdə həmin o gözləntilərdən danışmaq olar. Ki, insanlar bir-birini tanıyır, öz gözləntilərini, istəklərini bildirir, baxır ki, qarşı tərəfdə bu buna uyğundur, üst-üstə düşürsə, ondan sonra artıq hər hansı bir ciddi münasibətdən, hissdən söhbət gedə bilər. Gəlin təsəvvürə gətirək ki, artıq ailə həyatı qurulub və müəyyən bir problemlər var. Bu problemlərin kökündə nə dayana bilər və bu problemləri hansı halda artıq boşanmaya qədər aparıb gətirir və yaxud da bunun yəni hansı ölçü meyarı olmalıdır ki, bu ailənin sağlam formalaşması üçün yenidən hansı addımlar atılmalıdır, yoxsa artıq işdən keçib? Aydındır. Biz həmişə belə deyirik ki, ən sonuncu bəlkən bitənə qədər, kaşkin bitənə qədər davam edəcəksən. Əgər deyirsənsə ki, bəlkə bunu da eləyim, bəlkə bunu da eləsəm, dağılmaz ailəm. Bax, o bəlkəni edəcəksən. O zaman bəli etmək olar ki, artıq heç bir bəlkən qalmayıb. Yəni, əgər hər hansısa bir şans varsa, onu davam etdirmək lazımdır. Düşünün ki, bir neçə mərtəbəli bir bina tikmisiniz və onun bir daşı, hər hansısa bir daşı əyridir. Biz o daşı əyri olanda binanı dərhal sökmürük. Düzdürmü? Öncə o daşı əyriliyini təmin etməyə çalışırıq. O zaman sökərik ki, artıq heç bir müdaxiləyə cavab vermir, artıq heç bir halda düzəlmir. Eyni şəkildə bu ona bənzir. Yəni, ən sonuncu bəlkələri bitənə qədər davam edirlər. Sonuncu bəlkə qanunu bu gün öyrəndiyim çox gözəl bir terminlərdən, ifadələrdən biri oldu. Çünki cəmiyyətdə çox təəssüflər olsun ki, bir çox psixoloqlar məhz ailənin dağılması üçün sanki əlindən gələni edirlər. Bunun səbəbi düşünürəm ki, öz şəxsi travmaları da ola bilər və yaxud sanki yanlış bir təfəkkür formalaşıb və xanımlara belə yaşamaq olmaz, əlindən gələni edib, ailəni dağıtmalısan deyə
ifadələr işlədirlər, amma sizin bu sonuncu bəlkə qanunu çox bəyəndim və düşünürəm ki, bir çox ailənin ailə institutunun əslinə qalsa qorunub saxlanılması üçün çox gözəl qanunlardan biridir və bu cəmiyyətə nə qədər aşılansa, bir o qədər əslinə qalsa cəmiyyətin möhkəmliyi üçün böyük bir inşallah ki, deməli mövzular olar. Yaxşı, gəlin bir qədər narsistlərdən danışaq. Bəzi hallarda eşidirik ki, narsist ərlər falan işi gördülər falan. Bəs necə olur? Biz hardan bilə bilərik ki, bu narsistdir? Ümumiyyətlə, narsist nə deməkdir? Bu haqda zəhmət olmasa. Bəli, narsist mövzusu da son zamanlar çox aktualdır, çox trend bir mövzudur. Mən bu məsələyə də biraz aydınlıq gətirmək istəyirəm. Var narsist şəxsiyyət tipi, var narsistlik şəxsiyyət pozuntusu. Bunu belə izah edə bilərək ki, məsəl üçün düşünün ki, narsist bilirsiniz necə biridir? Çox gözəl, çox belə deyim də sağlam, deyir ki, bir insanı seçir. Tam ki, məsəl üçün bunu seçir. Başlayır bunu belə cızmağa, necə deyib, bunu çox zərər yetirməyə, xərər yetirməyə. Biz o zaman narsist deyə bilərik ki, onu dağıdıcıdır. Narsist dağıdıcı olur. Yəni həmin bunu çox pis hala salır. Əgər bir insan, yəni hər egoist insanı, hər belə sərhədli, özgüvənli insanı biz narsist adlandıra bilmərik. Əgər o insan başqalarını bu şəkildə dağıdıcı təsir göstərmirsə, zərər vermirsə, bunun olmasında heç bir problem yoxdur. Amma narsistlər isə, yəni heç bir, məsəl üçün pasiyentlərimdə bu kimi hallarda müraciətlər necə olur? Təbii ki, həmin insanlar, narsistlər özləri müraciət etmir. Onların hər zaman qurbanları müraciət edir. Və bu sözü deyirlər. Mən dəli olmamışam ki, mən havalanmamışam ki. Təsəvvür eləyin, bir narsist insanı o hala gətirir ki, insan az qalır dəli olsun. O başdan belə qaynar su tökmək deyirlər. Yəni o hala gəlib çıxır. Və insan sadəcə olaraq gəlir, bəzən psixoloqdan eşitmək istəyir ki, yəni mən havalanmamışam da, yəni mən doğruyam. Çünki narsist belə edəcək bunu və eləsə nə göstərəcək ki, nə olub ki burada? Heç nə olmayıb, heç nə yoxdur. Axı var. Axı bir insan boşuna o hissi, o düşüncəyə gəlməz. Sadəcə olaraq narsist həmişə bütün emosiyalarını çıxardır, özü sonra çox rahat olur, amma qarşı tərəf isə necə olur? Çox pis halda olur. Bax, buradan həqiqətən bu güclü manipulyasiyalardan çıxmaq çox çətin olur. Və amma belə bir xanımlarla da, siz bəylərlə də işləyirik və bildirmək istəyirəm ki, siz dəli olmamısınız. Yəni bu his yəni boşuna ola bilməz. Sadəcə olaraq o hər tərəfli sizə nə edəcək? Hər tərəfli manipulyasiya ilə bunu sizə göstərəcək və hiss etdirəcək. Yəni belə ən dibdə, ən belə axırda, yəni elə çökdürür ki, bəzən insanı belə ən dibdə insanı hiss etdirə bilir. Dediniz ki, xanımlarla və bəylərlə. Bəli. Düşünürəm ki, narsist mövzularında daha çox xanımlar müraciət edirlər ki, bəylər narsistlər. Bunun səbəbi nədir? Yəni? Bəzən də dediyim kimi heç narsist olmur. Dediyim kimi insan necədir? Sərhədlidir. Bəzən bir dənə nüans var ki, insanlar belə özgüvənli insanları o özü də o dərəcəyə gəlib çatmadığı üçün, bilmirəm burada qısqanclıqdır, yoxsa paxıllıq səbəbi ilə həmin insanları yəni bəyənmir və narsist adlandırır. Halbuki dediyim kimi o insan sadəcə olaraq belə sərhədli bir insandır. Yəni özgüvənli bir insandır. Bəzi hallarda dediyim kimi narsist olmaya bilər. Biz hər insana bu şəxsiyyət pozuntusudur, bu ağır bir diaqnozdur. Yəni bunu qoya bilmərik hər hansı bir iki əlamətə görə. Dediyim kimi orada həqiqətən dağıdıcılıq bir faktor olmalıdır. Xanımlar bununla bağlı müraciət eləyir və biz təbii ki cütlük şəklində, yəni bir insanı görmədən onu o cür adlandırmaq doğru deyil. Və dediyimiz kimi onun dərəcələri var. Əsasən sual verdiniz ki, narsist kimdir? Narsist daxilində günahkarlıq və utanc duyğusu hiss edən biridir. Narsistin daxilində iki əsas duyğu olur. Günahkarlıq və utanc. Bunu dərinlərdə o qədər bastırır ki, çox dərinlərdə bastırır. Yəni amma görüntüdə o görüntünü heç verməz. Və kimlər ki onun bu əsas iki yarasına toxunarsa, bu iki travmasına toxunarsa, həmin insanı əzər. Əzməklə də qalmayacaq, belə udar. Ona görə onları qınamaq, günahlandırmaq, onları belə günahkar, belə utanc hiss etdirmək olmaz. Kimlərlə yaxşı olacaqlar? Narsistlərin həmişə bir sevimli insanı olur. Hansı ki o sevimli insanı heç bir narsist tərəfini göstərmir.
mərhəmətini falan da göstərir. Və ən böyük də çaşqınlıq baxın burada yaranır ki, gəlib həmin xanım deyir ki, necə olur, axı bu mənə qarşı belə qəddar davranır, amma dostuna çox yaxşıdır. Və yaxud da ailə üzvündə məsəl üçün 3 uşaqdılar. Deyir ki, bizə fərqli davranırdı anam, amma balaca qardaşıma çox yaxşı davranırdı. Ona bu narsistik xüsusiyyətlərini göstərmədi. Necə olur? Bəli, onların bir sevimli şəxsiyyəti olur və o şəxsiyyətinə heç bir şeyi çıxartmır. Nə üçün çıxartmır? Çünki o insan onun bu travmasına toxunmur. Əgər hiss etsə və görsə ki, məsələn, sizdə də bir təhlükə var, o sevimli şəxsiyyəti belə onun o günahkarlıq və utanc duyğusuna toxunsa, onunla da nə edəcək? Onu da əzəcək. Əsasən ümumiyyətlə 0-5 yaş arası dövr çox önəmli bir dövrdür. Ailə ilə güvənin, bağın formalaşdığı bir dövrdür. Əgər 0-5 yaş arasında valideynlərin hər hansı bir şiddət, boşanma, yəni ayrılıq, taciz falan bu kimi faktorlar olarsa, orada bu güvənilmir bağ formalaşmır. Orada artıq daxili bir boşluq yaranır. Çünki ana, ata, yəni o dövrlər fundamentdir. Yəni fundamentin formalaşdığı bir dövrdür. Və təsəvvür edin ki, o fundament nə edə bilmir? Bir borderline'larda bu belə olur. Bir də narsistlərdə bu belə olur ki, daxili həmişə bir boşluqlar olur. Həmişə qəlblərində bir ağrı olur. Nə qədər mükəmməl görüntü göstərsələr də və daxillərində bunu bastırsalar da və bir də narsistlər həmişə depressiya dönəmlərində gəlirlər. Bu düşür. Bu dövrlərdə belə gəlir, məsələn, toparlanır, çıxır və gedir. Yəni bu onları narahat eləmir. Yəni buna görə gəlməyəcək. Və əsasən o 0-5 yaş dövrə baxmaq lazımdır ki, bax orada necə formalaşıb? Orada bir boşluq varmı? Çünki bu elə bir boşluqdur ki, sonra dolmur. Heç nə ilə dolmur. Burada yenə də əsas faktor var. Bu daxili boşluq dedik ki, bizə nə verir? Qara boşluq, qara dəlik də bunu adlandırırlar. Həqiqətən bir ağrı verir. Bu sinə hissədə olur və bir ağrı verir insana. Bunu qapatmağın 2 yolu var. Biz buna deyirik destruktiv, bir də konstruktiv. Yəni biri yaradıcı, ya dağıdıcı. Yəni pozitiv, negativ. Və burada incə bir nüans var. İncə nüans nədən ibarətdir? Burada ya mənfinə, ya müsbətlə bağlaya bilərsən. Mənfilərdə daha tez bağlanır. Müsbətləri isə daha gec bağlanır. Məsəl üçün, mənfi necə bağlana bilər? Məndə bir daxili burada boşluq var. Məsəl üçün, hər hansı bir asılılıqlar, məsəl üçün, bir siqaret, içki, hər hansı bir münasibət asılılığı, hər hansı bir negativ bu kimi faktorlar dərhal gedir, onu edir və nə olur? Rahatlaşdı. Amma müsbət yolla etmək istəsə, gələk bir neçə dənə həzləri, dopaminlər orada ifraz olunsun ki, o ağrı qapansın. Və insanlar da, baxın, səhvi burada edir, tələsir. Dərhal nə etmək istəyir? O ağrını qapatmaq istəyir. Amma həlli yolu dərhal onu edib etmək deyil. Çünki burada artıq bir vərdiş yaranır, yenidən ağrı yaranır və insan fikirləşir ki, bu zaman nə edim? Beyin fikirləşir ki, necə edim? Beyin də əvvəlki təcrübələrinə baş vurur. Bundan öncə necə etmişdim? Bundan öncə getdim, hər hansısa bir zərərli bir davranış etdim, qapanır. Deməli, yenə gedib nə etmək lazımdır? Həmin bir şey etmək lazımdır. Amma bunu təbii ki, dəyişmək mümkündür. Sadəcə olaraq baxmaq lazımdır ki, həmin şəxs bax, bu daxili boşluğunu nə ilə qapadır? Necə bunu qapadır? Bəzən bastırır o duyğuları, gedir. Hətta bu o qədər təhlükəli bir şeydir ki, biz buna Jungda kölgə tərəf deyirik ki, insanın göstərmədiyi bir tərəfi olur və bunu altdan bu kölgə tərəf öz işini görür. Gedir insana elə hadisələrə, elə situasiyalara gətirib çıxardır ki, çünki o orada nə etmək istəyir, ödənmək istəyir. Amma mənim asıllıqdan, istəyir narkotik asıllıq olsun, istəyir içki asıllığı olsun, qumar, müxtəlif oyun asıllıqları və yaxud da münasibət asıllıqları, biz bunları işləmişik. Şəxs bunu korreksiya edib, kompensasiya edib, əvəzləyib, daha belə yaradıcı həzlərlə, məsəl üçün, bura idman ola bilər, bura hər hansı bir yaradıcılıq, rəsm ola bilər, nəyinsə məşğul olmaq ola bilər, kitab oxumaq ola bilər, idman ola bilər və s. Sadəcə olaraq səbir lazımdır, çünki bu bir neçə belə olmalıdır, proses çəkir. Əgər səbirli davranarsa, bax, bunu çevirə bilər, negativi çevirə bilər pozitivə və öz həyatını rahat davam edə bilər. İnsan özü istəməyi nə qədər mühümdür burada? Bəli, hər bir şey insanın çox şey asılıdır. İnsan məsuliyyət götürməlidir. Gəlib şikayət mövqeyinə danışmamalıdır ki, filan kəs elə oldu, ona görə oldu, belə olmalıdır. Həyatımızdan biz özümüz məsuliyyət daşıyırıq. Başımıza gələnlərə görə biz özümüz məsuliyyət daşıyırıq. Nə vaxt ki, mən deyəcək, o zaman sağalacaq. Yox, hələ ki, mən demirsə, məsuliyyət götürmürsə, belə təbii ki, olmayacaq.
Aydındır, çox dərin bir mövzulardır. Bəli. Və bunu səbrlə bir müddət ərzində həll etmək həqiqətən də həm Bəli. məsuliyyət tələb edən mövzudur, eyni zamanda da ağırlı prosesdir bəzən. Ağırlı bəzən. prosesdir. Çox maraqlıdır. Düzələnlər və düzəlməyənlər neçə faizə bölünür adətən sizin təcrübənizdə? Təbii ki, dəyişmək istəyi olanlar nə qədər düzəlir, və yaxud bunu ümumiyyətlə qəbul etməyənlər nə qədərdir? Bəli, çox təəssüf ki, hər kəs bunların fərqində deyil. İnsanlarımız çünki araşdıran deyirlər. Mən həmişə bilirəm ki, baxın, araşdırın. Yəni insan nə qədər araşdırsa, bir şey haqqında o qədər məlumat olar və o qədər onu həll edə bilər. Yəni bu mövzunu araşdırmayıb, heç bir şey bilmir, o necə onu həll edə bilər, düzdürmü? Ona görə hər şeyin öz mütəxəssisi var. Çox şükür indiki elə bir dövrdür ki, insanlar bir problemi olanda oturub onu belə gözləmir ki, necə edeyim. Hər şeyin öz mütəxəssisi var, vaxtında zamanında müraciət olunur. Və sadəcə olaraq deyək ki, terapiyaya gəldi belə, amma demək deyil ki, sağalacaq. Çünki terapiyada o qədər müqavimət yaranır. Pasientdə çünki bəzən yara da saxlayır. Gələ bilmir, davam edə bilmir. Bu belə düz xətt üzərində bir proses deyil. Bu terapiya prosesi baxın belə gedir. Qalxır, düşür və burada o səbirli olmalıdır. Çünki orada müəyyən üzləşmələr yaşayacaq, həmin o ağrısına gedəcək, üzləşəcək. Yəni düşünün ki, bir travma sözünün mənası, yəni yara deməkdir. Yəni sadəcə düşünün ki, bir psixoloq həmin o yara ilə işləyir. Artıq bir yara da bəzən olmur, artıq yara abses edilib, yəni artıq geniş bir çarpıdadır. Və o təbii ki, ona bir ağrı verir və o nə göstərir? Müqavimət göstərir. Komfort zonasından çıxmaq istəmir. Komfort zonu önəmlidir. Komfort zonu haqqında barədə onu bildirmək istəyirəm ki, komfort zonu çox təhlükəli bir zonadır. Mən komfort zonanı bənzədirəm bir həbs düşərgəsinə. Hansı ki, insan orada girovdur, sadəcə önünə bir yemək qoyurlar, amma nə etmək istəmir? Çıxmaq istəmir. Çünki bilir ki, çıxıb öz zonasına keçsə, yəni komfortdan çıxsa, nə baş verəcək? Orada yaralana bilər, orada risk faktoru var, biraz sürünməlidir. Ya bunu nə edəcək? Həmin o komfortdan çıxmağını gözə alacaq və ömür boyu daha bəlkə rahat olacaq, ya da bu təhlükəli zonada qalacaq. Və belə bir şey də var ki, yəni insanlar fikirləşir ki, mənim həyatımda hər şey qaydasındadırsa, belə düz xətt üzərində gedirsə, deməli hər şey yaxşıdır. Əslində amma bu çox böyük ciddi bir siqnaldır. Yəni çünki bu ola bilməz. Sənin həyatında hər şey qaydasındadırsa, deməli sən komfortdasan. Deməli sən komfort zonadan çıxmırsan. Çünki komfort zonadan çıxmaq nə gətirir? Aqressiya gətirir, bəzən üzgünlük gətirir, bəzən müqavimət gətirir. Çünki sən axı müəyyən yaş dövrlərində dəyişməlisən, inkişaf eləməlisən, nələrsə cəsarətli olmalısan. Ona görə yəni bu gün hər hansı bir problemləri varsa, bəlkə də komfortdan çıxdıqları üçün bunları yaşaya bilirlər. Yəni bu pis bir şey, hər bir halda pis bir şey deyil. Və terapiya da belə, mən həmişə pasientlərimə öncədən bildirirəm ki, nə yarana bilər? Müqavimət yarana bilər. Ağrı ola bilər. Hətta bəzən psixoloquna qarşı belə bir qıcıq yarana bilər ki, mən niyə getdim məsəl üçün bu psixoloqa? O da yarana bilər və hamısı normaldır. Sadəcə səbirli olmaq lazımdır. Yəni sadəcə yenə də gözlənti, yəni gözləməməlidir ki, gələcəm, nə olacaq, hər şey yaxşı olacaq. İlk gələndə o üzləşir, bir söz oraya deyir, həyatım alt üst oldu. Alt üst ola bilər, amma deyir, bəlkə alt üstündən daha yaxşıdır. Bəli, görür ki, bu vaxta qədər səhv inanclar, səhv düşüncələr, səhv həyat tərzi, indi bunlara nə etmək lazımdır? Dağılır, yenidən, yeni sağlam bir düşüncə, yeni sağlam bir nələrsə yaradır. Bu prosesi çəkir, nə qədər ağrılı olsa da özümdə keçmiş kimi deyə bilərəm ki, çox maraqlı bir prosesdir. Çox gözəl, çox dərin danışdınız. Təşəkkür edirəm. Belə bir sual verim sizə. Bir şəxs götürək və özündə narsizmlə bağlı müəyyən simptomlar hiss edir və yaxud da hər hansı dostu, yoldaşında bu simptomları hiss edir. Amma hələ ki psixoloqa getmək şəraiti yoxdur. Nə ilə başlamalıdır? Bir müddət nə edə bilər? Necə bir növ özünü hazırlaya bilər, müəyyən qədər dəyişə bilər? Aydındır. Birincisi, dedik ki, narsist nəyi göstərir? Hər şey ideal olmalıdır, hər şey mükəmməl olmalıdır. Bunu göstərir. Və
özünlə üzləşməyi bacarmalıdır. Yəni bir qutu kimi düşünün. Narsist bilirsiniz necədir? Yəni hər hansı bir problem yaranır, bir qutu belə içərdə nə edir? Daim maskalayır, daim çox dərinlərdə bastırır. Bunu onun üçün etmək artıq avtomatik bir vərdiş kimi formalaşır, amma nə etməyə dayandırmalıdır? Bunu etməyə dayandırmalıdır. Başa düşməlidir ki, mükəmməllik və ideallıq yalnız yaradana məxsusdur. Yəni sən həyatında hər bir şeylə nə edə bilmərsən, mükəmməl ola bilmərsən. Yəni bir şeydə mütləq nəsə olacaq. Çünki bu belə deyim də mümkün deyil. Yəni hər bir şeydə hər şey ideal və mükəmməl olsaydı və sadəcə narsist nə edə bilmir? Bunu həzm edə bilmir və qəbul edə bilmir. Və həmişə nə suallarını verəcək? Niyə? Niyə oldu? Niyə oldu? Sanki hər şey ideal və mükəmməl olmalı idi. Və sən başa düşməlisən ki, nə ola bilər? Sözünüzü kəsirəm. O niyə suallarını verməklə özünü deyil, başqalarını niyə günahlandırır? Bəli, başqalarını günahlandıracaq, həzm edə bilməyəcək, qəbul edə bilməyəcək nələrisə və görəcək ki, görürsünüzsə ki, artıq mənim empatiya duyğum azalıb, mən özümü bir digər insanın yerinə qoymaqda çətinlik çəkirəm və avtomatik kiməsə zərər verirəm. Narsistin bir problemi də var ki, öfkə kontrol problemi dediyimiz, yəni emosional bir partlama yaşayır. Həmin partlama anında özünü idarə edə bilmir, kontrolu itirir və təhlükəli bir şəxsə çevirir. Yəni qarşı tərəfə orada nə edə bilər? Zərər verə bilər. Əgər artıq görürsünüzsə ki, özünüzdən bir neçə saniyə, bir neçə dəqiqə ərzində nə baş verdi? Partlama bir baş verdi və orada siz zərər verirsiniz qarşı tərəfə. Bu artıq ciddi bir siqnaldır. Yəni dediyimiz kimi çox zaman müraciət eləməyəcəklər. Yəni amma yenə də belə bir hallar gördükdə, əgər ilkin başlanğıc mərhələlərində fərqində olan insandırsa, yenə də gəlir fərqindəliyə. Olub mənim narsist pasiyentim, amma fərqində olan bir insandır. Fərqindəliyi vardı, yəni bunu həll edə bilib, aşkarlayıb və bu düzələ bilib. Müəyyən qədər amma. Bir çox məsələlər yenə qayıdır fərqindəliyə. İnsan fərqində olmalıdır, daha sonra araşdırmalıdır, necə həll edə bilər, psixoloqa müraciət etməlidir. Daha sonra psixoloqun dedikləri nə qədər çətin olsa da qəbul edib, fərqində olduğuna görə qəbul etməli, həzm etməli və artıq real addımlar atmalıdır. Gündəlik həyatda yəqin ki, bu fərqinə varıb müxtəlif addımlarla özünü dəyişməlidir. Üzərində çalışma, özünü tanıma, özünü inkişaf. Çox təəssüflə qeyd edirəm ki, cəmiyyətdə müxtəlif insanlarda artıq yaşı bir qədər ötəndən sonra artıq dəyişmə stop, hədəflərin azalması və s. müşahidə edirik. Halbuki bunun əksini də bəzi nümunələrdə görə bilərik. Bəli, istisna hallar təbii ki var. İstisna hallar var. 40 yaşında peşəsini dəyişmiş insanlar, 40 yaşından sonra yaxşı bir fit bədən forması alan insanlar var. Bu cür nümunələr çoxdur. Amma əsasən bu belə deyil və bunun səbəbi nədir? Sizin seanslarınıza 40 yaş üzəri insanlar müraciət edirlərmi və edirlərsə hansı faizdədir? Bəli, edirlər. Sadəcə bu faiz azlıq təşkil edir və onlarda biraz terapiyada bəzən çətin ola bilər. Çünki əsasən məsəl üçün mən CBT ilə kognitiv davranış terapiyasından işləsəm, bu düşüncə və davranış terapiyasından işləyən bir terapiya istiqamətidir. Həmin insanda artıq düşüncələr çox qatılaşmış, çox dərinləşmiş olur. Artıq qəlibləşmiş olur və həmin insanın həmin o düşüncə qəliblərindən çıxması çox çətin olur. Ona görə də insan bu kimi öz inkişafı ertələməməlidir. Nə qədər tez, bir o qədər yaxşı. Yəni əks halda zaman uzanır. Bir qədər mövzumuza qayıtsaq, cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan qadın və kişi bərabərliyidir. Bu haqqda nə düşünürsünüz və ailədə dominantlıq hansı səviyyədə olmalıdır? Aydın, təşəkkür edirəm. Bəli, bu da qlobal bir mövzudur. Çünki həm görünüş, yəni həm fizioloji baxımdan baxdıqda hər iki fərqli bir yaradılışdır. Həm də psixoloji da qadın psixologiyası ayrıdır, kişi psixologiyası ayrıdır. Yəni bu iki fərqli bir yaradılışı eyni belə gətirmək, eyni dərəcəyə, yəni hər ikisinə haqsızlıq olar. Biz nə bunu üstündür, nə bu üstünü deyə bilmərik. Çünki hər birinin üstün olduğu tərəfləri var. Məsəl üçün statistikaya görə %37% qadınların produktivliyi kişilərdən daha aşağıdır. Məsəl üçün amma digər bir tərəfdən qadınlar eyni zamanda evlad dünyaya gətirir. Bu da bir kişinin edə bilməyəcəyi bir şeydir. Yəni bunlar tarazlanır deyə düşünürəm və sadəcə olaraq bəzən bir qadın ən böyük etdiyi səhv odur ki,
öz psixologiyasına görə kişini də düşünür. Məsəl üçün qadının psixologiyası daha çox emosionaldır. Amma kişidə isə emosionallıq qadında olduğu qədər olmur. Kişi daha çox məntiqsəl və rasionaldır. Və qadın da özü kimi düşünərək elə bilir ki, yoldaşı da onu nə etməlidir? Hiss etməlidir, anlamalıdır, duymalıdır. Bəlkə mənim heç bir şey danışmağa ehtiyacım yoxdur, amma yoldaşım məni başa düşməlidir. Bu qadına xas olan bir xüsusiyyətdir. Çünki biz analar evladımızı nə etmişik, hiss etmişik. Bir söz var, deyir, uşağın dilini anası bilər. Ana hardan bilir? Həmin o emosiyaların hesabına bilir ki, bu uşaq ağlayır, acdır, yoxsa necədir, düzdürmü? Amma bir kişi də bu emosiya olsaydı, ta mağara dövrünə getsək, o gedib nə edə bilməzdi? Hər hansı bir vəhşi bir heyvanı necə ovlayacaqdı? Hər birinin üstün olduğu mənfi və müsbət tərəfləri var. Və bütün bu bəlkə də toplandıqda bərabər olur. Amma ailədə isə təbii ki, ailədə bu vəzifələr bölünür. Nə kişi qadından özü olduğu kimi belə sərt mövqe gözləməməlidir, anlamalıdır ki, qarşı tərəf başqa emosiyada, başqa psixologiyadadır, daha həssasdır. Amma qadın da eyni zamanda bilməlidir ki, kişi çox dərin, çox detallı düşünmür. Onunla danışmaq, ona bildirmək lazımdır. Əgər bir-birlərini, həm qadın-kişi psixologiyasını bilərlərsə, həm özlərini, həm qarşı tərəfdən empatiya qurarlarsa, özünü həmin o insanın yerinə qoya bilərsə, yəni hər bir insan bir dünyadır əslində. Münasibətlərdə həmin o insanın dünyasına enərsə və özü də icazə verər ki, həmin o insan onun dünyasına ensin, bir-birlərini aşkarlayarsa, bağ yaranarsa, mən düşünmürəm ki, bu kimi mövzular ailədə problem olsun. Çünki qadın məsələn ev daxili məsələlərdə dominant ola bilər, kişi çöl məsələlərində dominant ola bilər. Hər bir halda indi hər ailəyə görə bu dəyişir. Ən yaxşı olar ki, dediyim kimi ailələrdə əsas bağ yaransın, bu mövzular ortaq danışılsın və həll olunsun. İşləməyən qadınlarla bağlı məxsusən deyərdim ki, qadınların, bir çox qadınların təəssüf ki, bir kompleksi var. Yəni, əgər mən işləmirəmsə, bu mənim sanki zəif tərəfimdir. Bəli, mən uğurlu qadın deyiləm. Uğur sanki işləyən qadınlara aiddir. Öz ayağım üstündə dayana bilmirəm və s. kimi mövzular daim insanın qulağına dəyir və çox təəssüf olsun ki, o cür analar bəzi hallarda öz qız övladlarını da bir növ mənfi tərbiyə elətdirirlər ki, mütləq şəkildə sən işlə və öz ayağının üstündə dayan, sən güclü qadın olmalısan. Ümumiyyətlə, qadın güclü olmalıdırmı və güclü qadın kimdir? İşləyən qadındırmı? Aydındır. Çox təşəkkür edirəm. Çox maraqlı bir sualdır bu arada. Burada belə yenə də incə bir nüanslar var. Ona görə mən aydınlıq gətirmək istəyirəm ki, yəni məni yanlış anlamasınlar. Qadınlar təhsil almalıdır, bəli, karyera qurmalıdır. Biz bunları dəstəkləyirik. Qadın, hər bir insan güclü olmalıdır. Amma burada bir nüans var ki, yəni mütləq şəkildə güclü olmalı deyə yox. Yəni qadın bunun üçün yaradılmayıb. Qadın xoşbəxt olmaq üçün yaradılıb. Və yaxud da uğur mütləq şəkildə karyeraya, işə aid deyil ki, mütləq şəkildə ancaq karyerası iş olan qadınlar uğurludur. Bəlkə həmin qadın evində, ailəsində uğurludur. Yəni eyni məsəl üçün həzz deyək, bəlkə bu qadın həzzi alır evladına qayğı göstərəndə və yaxud da ailəsinə nəyisə hazırladıqda, bölüşdükdə o həzzi alır. Bəlkə bu həzz qadının hər hansı bir işdə aldığı həzzdən daha çoxdur. Ona görə belə bir şey demək olmaz, belə bir qayda qanun yoxdur ki, mütləq şəkildə bu işləyirsə uğurludur, bu işləyirsə uğursuzdur, amma son dönəmlər bəli bu aşılanır ki, sanki nə etmək lazımdır? Sanki mütləq qadınlar işləməlidir, qadın işləmirsə və yaxud da hər hansı bir nəsə təhsil almayıbsa uğursuzdur, xeyr. Cəmiyyətdə bu mövzuları nə qədər aydınlansa da insanlar, nə qədər danışılsa da, amma bir çox hallarda görürük ki, konfliktlər yenə də var. Nədir konflikt? Təşəkkür edirəm. Ümumiyyətlə, konflikt sözünün mənası toqquşma deməkdir. Yəni, konfliktlər əslində pis bir şey deyil. İki insanın fərqli fikirlərinin toqquşmasıdır. Sadəcə olaraq mən insanlarda görürəm ki, konflikti pis bir şey kimi algılayır və konfliktdən qaçır. Əslində, məsəl üçün, mən şəxsən konflikti sevirəm. Çünki konflikt zamanı
toqquşmadır, iki fərqli fikirdir. Orada insanlar danışır, müzakirə edir, bir-birini daha yaxşı tanıyır və bəlkə nəyisə həll edəcək və bəlkə başqa bir dərəcəyə, səviyyəyə keçəcək. Bu baxımdan baxdıqda tez-tez olmadığı müddətcə konfliktlər problem deyil. Amma mən istədiyim ki, hər yetkin bir insan həyatında ayda 1-2 dəfə konflikt və yaxud da stres yaşaya bilər. Bu qaçılmaz bir haldır. Yəni bir insan dediyim kimi həyatında bir konflikt, stres yaşamırsa, bu artıq ciddi bir siqnal olar. Əksinə ailələrdə bəzən nə lazımdır? Konflikt lazımdır ki, şəxslər bir-birini tanıya bilsinlər, məsələni həll edə bilsinlər. Konflikt olmasa, ortaya o fikir irəli sürülməsə, həmin məsələ necə bir həll ola bilər? Çox zaman isə insanlar nə edir? Konflikt olmasın deyə məsələni qaçır, bastırır, amma bir yerə qədər bütün bastırılmış hər bir şey bir gün zaten çıxacaq. Yəni bir gün ondan üzləşəcək, sadəcə daha ağır dərəcədə. Yaxşı olar ki, insanlar nə etsin? Bunu ertələmədən, ağırlaşdırmadan danışsınlar, həll etsinlər. Təbii ki, orada müəyyən sərhədlər var. Yəni, konflikt dava demək deyil, konflikt təhqir demək deyil. Sadəcə olaraq bir də şəxsi algılamamaq lazımdır. Ən çox bir problem bilirsiniz nədədir? Bu kimi konfliktdə və məsələlərdə insan şəxsi algılayır. Ola bilər ki, insanın sizinlə bir dərdi, bir problemi yoxdur. Şəxsiyyətlə bir problemi yoxdur. Sadəcə olaraq sizin o situasiyayla razı deyil. Baxışınıza bir növ qarşı. Baxışınızla razı deyil. Burada soyuqqanlılığı qorumaq, üçüncü göz misalından məsələyə baxmaq və özünü oradan ayırmaq və məsələyə fikrini bildirmək. Şəxsi yox. Ola bilər ki, həmin o qarşı tərəfindəki hansı ki konflikt yaranıb, qarşı tərəfində sizin şəxsinizlə iş olmaya bilər. O insan etiraz eləyə bilər, o insan razı olmaya bilər və o insan üst-üstə düşməyə bilər və bu da ən normaldır. Yaxşı, gəlin belə deyək ki, artıq hər iki tərəf üçüncü gözlə baxdı, fikirlərini bildirdilər, toqquşdurdular fikirlərini, amma yenə də razı olmadılar. Ortaq nəticəyə gələ bilmədilər. Bu halda nə olmalıdır? Kişinin yoxsa qadının dediyi olmalıdır, yoxsa başqa bir həll yolu var? Burada bəli, təbii ki, olmadıqda bir yerdən sonra insan demotivasiya olur, yəni motivasiyası düşür. Çünki anlaşılmadığı, görülmədiyi bir yerdə insan uzun müddət qala bilməz. Təbii ki, oradan bir müddətdən sonra uzaqlaşacaq. Təbii ailədən getmir də söhbət. Ola bilər işlə bağlı olsun. Daha çox işlə belə deyim də məsələlərdə. Əgər hər hansı bir çətinlik çəkirlərsə, yaxşıdır ki, güvəndiyi, inandığı bir psixoloqa müraciət etsinlər ki, bizim belə bir məsələlərimiz var, həll edə bilmirik. Orada həmin məsələ açılsın, danışılsın. Çünki orada müəyyən tapşırıqlar olur, müəyyən texnikalar olur. Bizim onlara fərqindəlik qazandıracaq bəzi suallarımız olur və konflikt həll ola bilər. Bizi daha çox böyük həcmli bir konfliktlərdən deyirsiniz. Bəs sadə bir konflikt zamanı, məsəl üçün bu əşyanı hara qoyaq evdə? Bu konflikt zamanı, yəni maraqlar toqquşmasıdır. Biri deyir, bura qoyaq, qadın deyir, bu tərəfə qoyaq. Bu halda sonda kimin dediyi olmalıdır? Aydındır. Yəni hər iki tərəf bir-birinə kompensasiya, güzəşt belə deyək, getməlidir. Burada konkret nəsə demək olmur. Burada məncə situasiyaya baxmaq lazımdır. Bəzi hallarda da qarşı tərəfin valideyninin üçüncü bir dediyi məsələ də olur və yaxud da qarşı tərəfin dəstəkləyicisi kimi onun bacısı, qardaşı və yaxud valideynləri olur. İki insan arasına üçüncü şəxs müdaxilə olunmamalıdır. Mən həmişə deyirəm, üçüncü şəxs ora daxil oldu, məsələ böyüyəcək, şişəcək və orada mütləq şər ortaya çıxacaq. Təcrübəmə əsasən bunu deyirəm. Şəxsi münasibət məsələləri bir də pul məsələləridir ki, danışılmağı ikinci, üçüncü şəxsləri sevmir. Çox sağ olun. Yaxşıdır ki, özləri həll etsinlər. Təşəkkür edirəm. Düşünürəm ki, bugün kifayət qədər mövzuları müzakirə elədik, fərqindəliklər yaşadıq, yeniliklər öyrəndik. Çox təşəkkür edirəm sizə podkastımıza. Mən təşəkkür edirəm, minnətdaram. Düşünürəm ki, bunun davamı da olar. Bəli, inşallah. Mövzular çoxdur, aktual insanları, bəli, düşündürən mövzular çoxdur və bu haqda da növbəti podkastlarda görüşürük. Bəli, suallarını yaza bilərlər şərh bölməsində. Mən hər birini oxuyacağam və nəzərə alacağam, cavablandırmağa çalışacağam. Təşəkkür edirəm İbrahim bəy sizə və yenidən vurğulamaq istəyirəm ki, mən klinik psixoloq xanım Abdullayeva, böyüklər və yeniyetmələrlə çalışıram, həmçinin ailə və cütlükləri də qəbul edirəm. Hər hansı bir psixoloji narahatlıqınızda müraciət edə bilərsiniz. Sizə necə çata bilərlər, hansı vasitələrlə? Əlaqə nömrələri aşağıda yerləşdirərik. Instagram səhifəniz aktivdir. Oradan da yəqin ki, yaza bilərlər. Bəli, Instagramda da yaza bilərlər. Psixoloq xanım Abdullayeva yazsalar, eyni zamanda İnam Psixologiya Mərkəzində fəaliyyət göstərirəm. Çox sağ olun, çox təşəkkür. Mən təşəkkür edirəm.